koordinatlar nədir? Coğrafi koordinatlar ümumiyyətlə paralellə meridianın kəsişməsindən belə deyək dərəcə toru yaranır. Dərəcə toru belə deyək hər hansı bir yer kürəsi üzərində hər hansı bir ərazinin, hər hansı bir yerin mövqeyini, istiqamətini, yəni hansı yarımkürədə yerləşdiyini, yerini bizə deməkdə köməklik edir. Yəni dəqiq deməkdə köməklik eləyir. İndi burada dərəcə toru dedik, bunun əsas elementləri deməli, coğrafi uzunluq və coğrafi enlikdir. Yəni fikir verirsən burada, bax məsələn coğrafi uzunluq budur. Yəni meridianlar aşağı doğru çəkilən xəttlərdir. Bax budur. Sağdan sol şərqdən qərb istiqamətinə çəkilən çevrələr isə adlanır paralellər. Yəni bax fikir ver, yenə deyirəm. Qütblərdən çəkilən yarım çevrələr meridianlardır, uzunluqlardır. Şərqdən qərbə doğru çəkilən çevrələr isə əsasən paralellərdir. Bax, bunları yadımızda saxlayaq. Ümumiyyətlə, bu paralellər özləri də və meridianlar başlanğıc nöqtəsi var, başlanğıc xətti var, bir də son xətti var. Yəni, bax, məsələn, meridianlara fikir verək. Tutaq ki, 0-cı meridian başlanğıc nə idi? Xəttidir, çevrəsidir. 0-cı meridian Qriviç meridianı da adlandırılır. Qriviç meridianı adlandırılır və Qriviç meridianından başlayaraq 180 dərəcə fikir ver, şərq yarımkürəsi, yəni 0-dan başladın, 0, 10, 20, 30, 40, yəni 0-1 dərəcədə daxil olmaqla, yadında saxla. 0-dan 1 dərəcədən başladın, 0, 1, 2, 3, 4, ta ki 180 dərəcəyə qədər belə deyək, olur nə? Şərq yarımkürəsi. Qərb yarımkürəsində də 0-dan 180 dərəcəyə qədər qərb yarımkürəsi adlanır. Deməli, bura oldu şərq, bura oldu qərb. Hər ikisi də 180 dərəcəlik azimutları var. Sadəcə yarımkürəsi fərqlidir. Məsələn, burada 10 dərəcə şərq uzunluğudursa, burada məsələn bu 10 dərəcə qərb uzunluğudur. Sadəcə yarımkürələr nədir? Fərqlidir. İndi paralellərdə də həmçinin bu proses davam edir. Deməli, fikir verək bir dənə buna. Deməli, deyir ki, 0 ekvatordur. Ən böyük paralel ekvatordur. Bir də bunların təriflərini deyək. Deməli, meridianlar nə idi? Meridianlar coğrafi qütbləri birləşdirən ümumiyyətlə yarım çevrələrdir. Bu yarım çevrədir, tam çevrə deyil meridian. Çünki onun əks çevrəsi, yəni əks tərəfi qərbdirsə, məsələn, özü şərqdə yerləşir. Bax, bu vəziyyətdə. Sonra paralellərə baxaq. Paralellər də deməli, ekvatora paralel çəkilən çevrələrdir. Ən böyük paralelimiz ekvatordur. Yerin mərkəzində yerləşir. 40.000 deməli 76 kilometr ümumilikdə nəyi var? Uzunluğu var. 40.076 kilometr. Deməli, bu çevrə ən böyük ekvatordur və ekvatora paralel çəkilən xəttlər isə paralellər adlanır. Bunun tərifi də belədir. Ekvator özü də bax görürsən 0-dır. Yəni ekvator 0-cıdır və 1, 2, 3 adətən 10 dərəcədən bir çəkilir. Burada fərqi yoxdur. Belə də qeyd edə bilərsən. Ekvatordan 0-cı belə deyək paraleldən başlayır 10, 20, 30, 40, 50, 60, 90-cı belə deyək paralelə qədər. 90-cı paralel qütbə düşür. Bunu yadında saxla. Deməli, bunlar qütbə düşür. Bu ekvator özü də paralellərdə necə meridianlarda 2 yarımkürəyə bölürdü. Ekvatorda da özü 2 yarımkürəyə bölür. Biri şimal, biri cənub. Necə şimalda 0-dan 90 dərəcəyə qədər dəyişirdi. 10, 20, 30, 40 ya 1 dərəcədən 90 dərəcəyə qədər. Burada da ekvatordan 0 dərəcədən ta ki 90 dərəcəyə qədər eyni dərəcə kəmiyyətləri olur. Sadəcə yarımkürələr fərqi. Bu şimaldırsa, aşağısındakı gördünsə bu cənubdur. Yəni 40 cənub enliyidir. Belə. Özdə bunlar adətən belə deyək də yazılış forması şərq yarımkürəsində olanda məsələn 50 şərq uzunluğu deməli 50 məsələn qərb uzunluğu bax belə yazılır. Yəni bunlara aid etmək lazımdır. Bu enliklərdə necə olur? Məsələn 40 dərəcə şimal enliyi, 30 dərəcə cənub enliyi bax bu formada verilir. Ümumiyyətlə coğrafi enlik dedik, yenə də bir də təkrar edək. Ekvatorla verilən məntəqədə qalan qövsün uzunluğudur. Yəni burada tutaq ki, coğrafi enlik bax fikir verin. İki meridian arasında qalan bax bu enlik formasındadır coğrafi enlik. Uzunluqsa 2 dənə paralel arasında qalan belə deyək meridian qövsünün uzunluğu da adlandırılır. Deməli, burada bunu dedik. Başqa sənə əlavə olaraq məsələn
Meridianları da dedik. Sonra bax fikir ver. İndi bunlar arasında 1 dərəcəli qövs məsələsi var. Yəni necə? Tutaq ki, məsələn paralellər üzərində, paralelləri yadında saxla ki, paralellər ekvatordan qütblərə doğru getdikcə onun, belə deyək, uzunluqları azalır. Məsələn, ən böyük paralel ekvatordur. 40.076-dır. Bu yavaş-yavaş qütblərə doğru getdikcə azalır və qütblərdə 0 olur. 0 kilometr olur. Yəni demək olar ki, olmur da 0 kilometr. İndi bunlar arasında məsafəni biz nə tər hesablayarıq? Yəni dərəcədə məsafəni necə hesablaya bilərik? Məsələn, 50 dərəcə fərq varsa, bunu necə hesablaya bilərik? Bunların arasındakı, yəni 0 dərəcədən 1 dərəcəyə qədər olan qövsün uzunluğunu bilməliyik hər paraleldə. Çünki paralellər getdikcə azalır. Məsələn, fikir ver, tutaq ki, məsələn, ekvatorda 1 dərəcəni, bax görürsən 0 dərəcədən 1 dərəcəyə qədər. Yəni 1 dərəcə paralel qövsünün uzunluğu, 1 dərəcə paralel qövsünün uzunluğu 111,3 yaxud da 111 kilometrə gedib çıxır. Görürsən? Bax bu həmin bu hissədə, yəni mən tutaq ki, 2 dərəcə ilə məsələn, yaxud da 1 dərəcə ilə 2 dərəcə arasında məsafə tapmaq istəyirəmsə, deməli neynirəm? 2 ilə 1-i çıxıram, olur 1. 1 dərəcəmizdə nə qədərdir? 111,2 kilometrdir. Bax, bunu ilk anlayış olaraq deyirəm. Yəni 0 ilə 1 dərəcə arasında qalan paralelin uzunluğu adlanır, məsələn, paralel qövsünün uzunluğu. Meridianda da həmçinin. Burada da meridianda sadəcə bir şey fərqlidir ki, meridianların uzunluqları bir-birinə nə olur? Bərabərdir. Ona görə bunlarda hamısında bir dənə standart uzunluq var. Məsələn, tutaq ki, buradan elə hesablayaq. Tutaq ki, məsələn, 0 dərəcədir. Məsələn, bu da belə deyək də, 1 dərəcədir. Daha doğrusu paralellər istiqamətində yuxarıdan aşağı hesablayanda meridianların uzunluqları bir-birinə bərabərdir. Məsələn, bura 0 dərəcədir, bura 1 dərəcədir, düzdür? 0 ilə 1 dərəcə arasında 1 dərəcə fərq var. Elə o 1 dərəcədə hər paraleldə eynidir. 111,1 kilometrdir. Yəni elə 111-də götürə bilərsən. İndi bunun haqqında ətraflı belə deyək, məsələlərdə izah edəcəm. Deməli, fikir ver, əks meridianlar var. Əks meridianlar nədir? Yəni o dedik, tam çevrə əmələ gətirmir meridianlar. Elə bir yarım çevrəsi bir tərəfə düşür, bir yarımkürəyə, digərisi o birisi yarımkürəyə. Məsələn, fikir ver, 30 dərəcəlik şərq uzunluğunun əks meridianı 150 dərəcədir. Bunu da necə tapırsan? Məsələn, deyir ki, 60 dərəcəli şərq uzunluğunun antimeridianını tapın. Həmən neynirsən? Ümumiyyətlə, bunlar 180 dərəcəyə qədər sınırlanmayıb, 180 dərəcədən çıxırsan 60-a. Bu da bərabər edir 120 dərəcə. Deməli, 120 dərəcə şərq yox, qərb uzunluğu. Çünki o taya getmirsən, əks tərəfinə getmirsən. Fikir ver, 60 dərəcənin əks tərəfi 120 dərəcə qərb uzunluğudur. İndi isə bax, bayaqlar qeyd etdiyim məsələ. Məsələn, deyir ki, hər meridianlarda 111 kilometrdir. Yəni, iki paralel arasında məsafənin 1 dərəcəsi 111-dir. İndi məsələn, deyir ki, tutaq ki, bax, buradan bir meridian var. Tutaq ki, 60 dərəcə şərq uzunluğu üzərində 30 dərəcə şərq uzunluğu şimal enliyi ilə 60 dərəcə şimal enliyi arasında məsafəni tapaq. Buradan buranı tapacağıq. Deməli, nə edirik? İkisi də eyni yarımkürədədir, düzdürmü? Eyni yarımkürədə olduğu üçün bir-birindən çıxırıq məsafəni. Bu qaydanı da yadda saxla. Eyni yarımkürədədirsə, çıxırsan. Müxtəlif yarımkürədədirsə, nə edirsən? Toplayırsan. Yəni, biri şimalda, biri cənubda, biri şərqdə, biri qərbdədirsə, bunları toplayırsan. Ancaq eyni yarımkürədə olanda çıxırsan. Deməli, 60-dan çıxırsan 30, elədir 30 dərəcə. Düzdürmü? Dərəcə ilə məsafəni tapdıq. Biz də indi kilometrə çevirməliyik ki, görək bunlar arasında nə qədər kilometr məsafə var. Onu da nə edirik? Bax, gətiririk. Dedik, 1 dərəcəmiz 111 kilometrdir meridianlar üzərində. Yəni, aşağıdan yuxarı hesablayanda meridianlar üzərində 1 dərəcə 111-dir. Bəs 30 dərəcə nə qədər olacaq? Vuracaqsan bunu. Heç bunu qısa yazmaq üçün elə 30 dərəcəni vurursan tapdığın o 1 dərəcəni qövsün uzunluğuna. O da eləyir nə qədər? 3330 kilometr. Əgər əks yarımkürədə olsaydı, məsələn, 30 şimal enliyi, 20 cənub enliyi. Biri şimaldadır, biri cənubdadır. Bunlar müxtəlif yarımkürədir. Buradan burası 30 dərəcə, buradan da bura 20 dərəcə. Elədir 50 dərəcə. 50 dərəcəni də vuracaq 111-ə. Deməli, 50 dərəcəni də vurduq 111-ə. O da elədir 5550-də. Qısa, konkret. Yəni, daha çox sadə formada bunları belə hesablaya bilirik. İndi paralel istiqamətində, məsələn, hesablayanda, tutaq ki, belə deyək də,
paralel istiqamətində hesablayanda paralel istiqaməti, məsələn, ekvator üzərində bax hesablayıram. Diqqətlə qulaq asın. Deməli, məsələn, 60 dərəcə şərq uzunluğu ilə 10 dərəcə qərb uzunluğu arasında məsafəni tap. Biri qərbdədir, biri şərqdədir. Yəni müxtəlif yarımkürədədir. Onda nə edirik? Biri qərbdə, biri şərqdə olduğu üçün bunları toplayırıq. 10 dərəcə üstə gəlirsin, 60 dərəcə, edir nə qədər? 70 dərəcə. Bu 70 dərəcə elədir. Dərəcə fərqini tapandan sonra biz də dedik nəyə baxmalıyıq? Paralellərdə hansı paralelin üzərində olduğun. Görürük ki, burada 0 dərəcə var. 0 dərəcədə də biz demişdik 111,3 və yaxud da 111-dir. Bunu da yenə vurursan neçəyə? 111 kilometrə. Burada indi cədvəl olmalıdır, səhv eləmirsə. Yoxdur, deyəsən, cədvəl var kitabda. O cədvəldə verilir. Məsələn, hər bir paralel, məsələn, 1 dərəcəlik qövsün uzunluğu nə qədərdir? Məsələn, ekvatorda 111,3-dür. 10 dərəcədə məsələn 109,6-dır. 20 dərəcədə 104,6-dır. Belə. Bax, bunlar azalır ta ki gedir daha doğrusu qütbə doğru. Qütbdə də məsələn nə olur? Qütbdə də 0 kilometr olur. Bir də bizim yerləşdiyimiz 40 şimal enliyi var. 40 şimal enliyində də 1 dərəcəlik qövsün uzunluğu 85,4-dür. Yəni indi məsələn desək ki, 40 şimal enliyi üzərində 60 şərqlə 80 şərq arasında məsafəni tap. İkisi də eyni yarımkürədə olduğu üçün bundan bunu çıxırıq. Qalır 20 dərəcə. 20-ni də vururuq 85,4-ə. 85,4-ə vurub məsafəni tapırıq. Deməli 854-ü vur, 854-ü vur 2-yə. 8, 10, 16, 17, 1708 kilometr. Bax belə bunların üzərində hesablamalar aparıla bilər. İndi ekvatordan qütblərə doğru ümumiyyətlə getdikcə dəyişən xüsusiyyətlər var. Bunları bilmək lazımdır. Günəş şüalarının düşmə bucağı azalır. Çünki qütbə doğru gedir axı, yer kürə şəklindədir. Cismin kölgələri artır. İstilik azalır. İqlim təbii zona dəyişir. Dəniz suları duzluluğu azalır təbii ki, istilik azaldığı üçün, buxarlanma az olduğu üçün. Sonra qar xətti daha aşağıdan keçir. Dünyanın fırlanma sürəti azalır. Yadında saxla, ekvatordan qütbələrə doğru bu sürət azalır. Cazibə qüvvəsi artır. Gecə və gündüz arasında fərq çoxalır. Bax, bu da buna aid olan xüsusiyyətlərdir. Bir də bəzi əsas paralellər var. Məsələn, şimal qütbü, cənub qütb dairəsi, yəni 66,5-dən, cənub 66,5-dən, şimal tropiki 23,5-dən yəni keçir. Cənub tropik 23,5 cənubdan, yəni cənub enliklərini bilmək şərti ilə, yəni yazmaq şərti 23,5 şimal enliyi, 66,5 şimal enliyi, en dairəsi. Ekvatorda 0 dərəcədən keçir. Bax, bunlara biz fikir verəcəyik. İndi məsələn, ərazi üzrə müəyyən, belə deyək də, istiqamətlər gedilir. Tutaq ki, deyir ki, ekvator üzərində 10 şərq uzunluğundan fikir ver, 5550 kilometr şərqə getdi. Yəni 90 azimutdan getdi. Biz ilk olaraq ekvator və 10 şərq uzunluğunu gördük. Bax, burada kəsişdiyi nöqtədə yerləşir. İndi bu 90 azimut deyəndə biz ilk olaraq şərqi başa düşməliyik də. Biz azimutu keçəndə dedik ki, 90 azimut şərq istiqaməti ifadə edir. Deməli, 90 azimut şərqi ifadə edirsə, deməli, şərq istiqamətində biz bu məsafələri keçəcəyik. Deməli, 5550 kilometri indi bizə dərəcə ilə deyir axı tap. Dərəcə ilə tap deyirsə, yəni bunun hansı dərəcədə yerləşdiyini deyirsə, biz neynəməliyik? 5550 kilometri bölməliyik ekvator üzərində 1 dərəcəlik qövsün uzunluğuna. Biz əvvəl necə vururduq 111-ə, məsələn, dərəcəni. İndi o dərəcəni tapmaq üçün də həmin ümumi məsafədən 111-i bölürsən və yaxud da ki, 40 dərəcədə olsa 85,4-ə böləcəksən. İndi 5550 kilometri bölürsən 111-ə, o deyir nə qədər? 50 dərəcə. 50 dərəcə. İndi gəl burada bunu tətbiq edək. İndi yadında saxla. Əgər şərq yarımkürəsindəsənsə, şərq istiqamətinə gedirsənsə, elə həmin şərq yarımkürəsində olan obyektin üzərinə gəl o həmin ədədi. Məsələn, 10 dərəcə deyil. 10 dərəcənin üzərinə 50-ni gələndə nə qədər eləyir? 60 dərəcə. Yəni 10 dərəcə ilə 60 dərəcə arasında 50 dərəcəlik məsafə var. İndi, əgər qərbə desəydi bu, bundan çıxacaqdın. Məsələn, 10 dərəcə buradan çıxacaqdın, olacaqdı bu Greenwich başlanğıc. Buradan da 40 dərəcə gedəcəkdin, olacaqdı 40 dərəcə qərb uzunluğu. Bax, bu məsafələrin və yaxud da koordinatların təyin olunmasında eyni düsturdur. Sadəcə burada paralellərdə bilməlisən ki, hansı
paralelin 1 dərəcəlik qövsünün uzunluğu nə qədərdir və onlar arasında məsafəni tapmaq necə olur? Sonra bax digərinə baxaq. Məsələn, belə deyək də, medianal istiqaməti hesablayaq. Tutaq ki, deyir ki, 50 dərəcə şimal enliyi ilə bu 0-dır təbii ki, 10 dərəcə cənub enliyi arasında məsafəni tap. Təbii ki, məsələn 60 dərəcə şərq uzunluğu arasında. Burada işə artıq meridianın əhəmiyyəti belə deyək də çox yoxdur. Çünki orada hər birində bərabərdir. 111 kilometrdir. Bu 111 kilometrdirsə, deməli bunun 50 üstə gəl olacaq 10 dərəcə, eləcək 60 dərəcə. Bunu vuracaqsan 6660 edəcək. Düzdürmü? Bax bunu belə hesablayırsan. İndi məsələn ikinci belə deyək, misal tipi necə olacaq? Tutaq ki, olacaq 50 dərəcə şimal enliyi üzərində, fikir ver, 50 dərəcə şimal enliyi üzərində 60 şərq uzunluğunda, deməli 6660 kilometr hərəkət edən səyyah hara gedib? Özdə 180 azimutla hərəkət edən səyyah hara gedib çatacaq? İndi bu bayaqki yazdığımızın elə bil əksidir. Görürsən? Bax burada deməli 50 dərəcə şimal enliyidir bu. Və 6660 kilometrdir. Mən də yadımda saxlamalıyam ki, paralel meridian üzərində hamısı fərqi yoxdur. 0-cı olsun, 10-cu olsun, qərbi, şərqi olsun. 111,1 və yaxud da ki, 111-dir təxmini. Bu 6660-ı da mən bölürəm 111-ə. Yenə həmin qayda ilə edir 60 dərəcə. İndi 50 şimal enliyi ilə 60 dərəcə cənuba gəlsək, biz gəlib 50 dərəcə buradan hərəkət etmiş olarıq. 10 dərəcədə belə deyək buradan. O da eləcə 10 dərəcə cənub enliyi. Bax, bayaqki misalın digər o versiyası da, yəni bu yuxarıda yazılan paralellər istiqamətində göstərilən versiyası da bax belədir. Və bu tipli məsələlərdə belə deyək, diqqətli olaq. Bir də qaydanı təkrar edirəm. Eyni yarımkürədə olanda çıxılır, müxtəlif yarımkürədə olanda toplanılır dərəcələr. Və tapdığın dərəcəni hər bir paralelin 1 dərəcəlik qövsünün uzunluğuna vurursan, medianlarda isə bir dənədir, elə 111,1 belə deyək, 1-ə vurursan. Ekvatorda 111,3, 40 dərəcə şimal enliyində 85,4-də. Yəni tapdığın dərəcəni. Əgər dərəcə deyirsə, dərəcə ilə vurursan, kilometrə çevirirsən. Əgər məsələn belə deyək, dərəcəyə çevirmək deyirsə, kilometri bölürsən həmin paralelin 1 dərəcəlik qövsünün uzunluğuna. Bax bu tipli məsələlər əsasən belə hesablanır.